Gençler salam. Bugün linear equation, number of solution bunlar hakkında misallar işləyəcəyik. İmtahanlarda çıxmış suallar var, onları screenshot eləmişəm. Onlar üzərində işləyəcəyik inşallah. Bu 23 noyabrıdır. 2023'də noyabrda çıxmış imtahan sualıdır. Çox sadə sualdır. Bizdən x54'ü soruşur. Buradan onsuz da x54'ü ayırıb. Sol tərəfə atıram. Qalacaq sadəcə bir dənə. Yəni 5 minus 4 x-lər 4 var. 58-ə bərabərdir. Yəni bir dənə x-lər 4 58 imiş. Cavab olacaq 58. Bu da 2023 Mart imtahanlar olan sualdır. Question has no solution. No solution olması üçün demişdik ki bu hissələr eyni olsun. Konstant hissələri fərqli olsun. Cavab olacaq A. Burada demişdik ki əgər x olan hissələri fərqlidirsə, one solution olacaq. Bunlar solutiondur. Burada x-lər də eynidir, konstantlar da eynidir. Burada infinitely solution olacaq. Yəni bütün cavabı eyni çıxır, sol tərəfdə, sağ tərəfdə olan hər şey. Bu o deməkdir ki, x-in yerinə 2 qoysaq, solda da 3 olur, sağda da 3 olur. Yəni bunlar eyni equationlardır, solutionlar da eynidir. Sonra yenə x və 2x fərqli olduqları üçün burada da one solution olacaq. Bu şəkildə həll edə bilərsiniz. Desmosda necə edə bilərsiniz bunları? Desmosda ayrı-ayrı yaza bilərsiniz. Məsələn, deyirsiniz ki, biri x-dir, biri də x plus 1-dir. Baxacaq ki, bunlar paraleldirlər. Yəni, bir-birinə heç vaxt dəymirlər. Heç vaxt dəymirsə, bu o deməkdir ki, onların eyni olan solution yoxdur. Yəni, bunlar üçün elə bir solution yoxdur ki, ikisində də eyni cavab versin. Yəni, x-in yerinə nəsə yazdıqda eyni olsun. Elə bir cavab yoxdur. Məsələn, burada x yerinə 5 yazsam 5 olursa, sağ tərəfdə 5 yazanda 6 çıxır cavab. Yəni, bunlar heç vaxt bir-birinə bərabər olmur. Paralel line'lar əmələ gəlir. Sonra bu sualda yenə bu sual əslində system equation mövzusuna girir. Amma Desmosdan istifadə edəcəyimizə görə bunu göstərək. One solution deyil. Biraz əvvəl dediyim kimi one solution odur ki, bunlar bir-birinə dəyəcəklər. Bir dənə intersection pointləri olacaq. 2x minus 2y bərabər 2. Biri budur. İndi variantları bir-biri yoxlayacaq. Məsələn, A variantında mənfi 8x və 8y bərabər mənfi 3-dür. Baxıram ki, bunlar paraleldirlər. Yəni, bir öncəki sualda kimidir. Paraleldirlər, no solution. Bunların bir solution yoxdur. B variantını yoxlayıram. Bu işimə yaramadı. B variantını yoxlayıram. 2x minus 3y bərabər olub 8-ə. Baxıram ki, bunlar yenə paralel gedirlər. Yenə işimə yaramır. C variantını yoxlayaq. Mənfi 10x və 8y bərabər olsun 5-ə. Burada gördüyünüz kimi bunların bir dənə intersection point var. Uzaqdan baxsanız görəcəksiniz ki, bir-birinə dəyərlər mənfi 6.5-ə, mənfi 7.5-dən. Bu da onların solutionudur. Cavab olacaq C variantı. Yenə D variantını da istəsəz yoxlaya bilərik. Yerinə yazsaq, görəcəksiniz ki, eyni line-lar əmələ gəlib. Baxın, yaşıl və eynidir. Bu da o deməkdir ki, infinitely many solution. Yəni, eyni line-lardır bunlar. Solutionları eynidir. Yenə system equation mövzusuna girir bu əslində. Desmosda yazıb yoxlaya bilərsiniz bunu da. Deməli, y bərabərdir 6x və 18-dir. Digərlərini yoxlayalım. Mənfi 6x və y bərabər olsun 18-ə. Baxıram ki, eynidirlər. Bu deməkdir ki, infinitely many solution. Mənfi 6x və y bərabərdir 22 deyib. Baxıram ki, paralel line-lar əmələ gəldi.
Yəni intersection yoxdur. Demək solution yoxdur burada. E, Bizə də bu lazım idi. Bizə də bu lazım idi. Cavab olacaq B variantı. C variantına baxsaq, -12x y bərabər olacaq 6-ya. Burada bir-birinə dəydikləri bir yer var. Yəni intersection pointləri var. D variantına baxsaq, -12x y bərabər olsun 8-ə. Burada da yenə intersection pointləri var deyə götürməyəcək bunları. Cavab olacaq B variantı paralel olduqları üçün. Sonra bu tip suallar çıxa bilər qabağınıza. Bunu bir neçə yol var. Yəni istəsəz deyə bilərsiniz ki, 4x üzəri 2 bərabər də 12 və burada sizə hazır x-in 2.5 olduğunu verəcək. Sonra 16 vur 2.5 deyə 8 yazıb 48-i tapa bilərsiniz. Və yaxud da heç vaxt itirməyib, yəni desmosal geyir, yaz bir olaraq. Yəni burada baxan kimi görmək olur ki, 4x 10-a bərabərdir. 16x-də 4 vurulsun 4x, yəni 40 olacaq. 40 vurulsun 8, cavab olacaq 48. Belə də hesablaya bilərsiniz. 2024 iyun sualıdır bu da. İndi variantlarda C-nin qiymətləri verilib deyə bir yoxlaya bilərik. Yəni deyə bilərik ki, 8 vurulsun cx 3 böl 5 var. Bir də 4x çıxılsın 3 var. C-nin indi elə qiymətini tapmalıyıq ki, no solution olsun. Yəni line'lar paralel olsunlar bir-birinə. Intersection olmasın ya da üst-üstə olmasınlar, eyni line'lar olmasın. Demişdik ki, eyni line olsa infinitely solution olacaq. Bir dənə intersection point varsa, bu one solutiondur. Bizə isə indi lazımdır no solution. Yəni bir-birinə dəyməyəcəklər, paralel olacaqlar. A variantına yazıram, -5 bölünsün 2. Baxıram, intersection pointləri var. -2 bölünsün 5. B variantını yoxlayıram. Yenə də intersection var. 2 bölünsün 5'i yoxlayıram. Yenə də intersection var. 5 bölünsün 2'ni yoxlayanda artıq tapırıq ki, bunlar paralel line'lardır. Cavab olacaq D variantı. Və yaxud da nə edə bilərsiniz? Ayıra bilərsiniz. Ayıra bilərsiniz nə demək istəyirəm? 8cx bölünsün 5 və 8 vursun 3 bölünsün 5 bərabər 4x çıxsın 3'dür. Deyə bilərik ki, bunlar eyni olmalıdırlar. Bunlar isə fərqli olmalıdırlar ki, no solution forması əmələ gəlsin. Əgər hamısı bərabər olsa, infinitely many solution edir. Deməli, 8c bölünsün 5 bərabərdir. 4'ü yoxlayacaqsınız. C olacaq 20 bölünsün 8. Simplify eləsək 5 bölünsün 2. Yəni, D variantını tapırıq. Və həqiqətən də burada görə bilərsiniz. 24 bölünsün 5 də -3'ə bərabər deyil. Cavab D variantıdır. Sonra bu elədik bu tipdə sual. 5x 4 isə bunu sadəcə 8'ə vuraram. 8'ə vurduqda 4 vur 8, 32 çıxacaq. Və yaxud da desmosa yaza bilərsiniz. Amma vaxt itkisidir, ehtiyac yoxdur. Sonra what is the solution? Burada da istəsəz suala baxan kimi əslində cavabı görmək olur. Ona görə istəsəz özünüz yaza bilərsiniz belə. Y-15'lər eynidir. Sol tərəfə atarsınız, bir dənə Y-15 qalar. 11'i sağ tərəfə atarsınız, 0 qalır. Y-15'in 0 olması üçün Y-15 alacaq. Belə yaza bilərsiniz ya da desmosa bir-bir qeyd edə bilərsiniz bunları. Mən təklif edərəm ki, Y-nin yerinə X yazasınız. Amma bu sadəcə mənim tərcihimdir. İstəməyə bilərsiniz. Belə. Cavab 15 olacaq. 2024 noyabrın sualı. Common solution sualıdır. Baxıram ki, 9x, 5x, sol tərəfdə 14x var. 9 vurulsun 14. Sağ tərəf. Elə 9 vur 14 saxlayıram bunu. Çünki sağ tərəfdə də eyni şey var. 14 vur 9 var. Yəni nəticəmiz eyni çıxacağına görə və qabaqdan 14x olduğuna görə biz deyə bilərik ki, eynidir bunlar.
equationlar eynidirsə, demək ki, bunlar üçün sonsuz sayda eyni solutionlar var. Yəni, infinitely many solution olacaq cavab C variantı. Çox sadə bir sual daha. 2024 nöqtəyə bu sualdır. 5x eynidir. Konstantlar birində yoxsa demək 0-dır, birində də 3-dür. Konstantlar fərqlidir və x-li hissələr eynidir. Bu o deməkdir ki, no solution. Ya da x-ləri bir tərəfə ata bilərsiniz. 0 vurursun x bərabərdə 3 olacaq. Bu tipli bir şey çıxacaq. Bu da mümkün deyil. Yəni, x-in yerinə qoyursansa qoy. 0-a vurduqda cavab 0 olacaq. Yəni, o da 3-ə bərabər deyil. How many solution? 0. Çünki biz cavabı no solution tapdıq. Ya da desmosa yaza bilərsiniz. Yenə deyirəm. Desmosa yazdıqda paralel bir line çıxacaq. Paralel 2 line daha doğrusu. Line'lar paralel isə demək ki, intersection yoxdur, solution yoxdur. 2025-in mart ayında olan imtahan sualıdır bu da. Infinitely many solution olduğunu deyir. Bu deməkdir ki, x-lər də eyni olmalıdır. Qalan konstantlar da eyni olmalıdır. 7x buradadır. Diğer tərəfdə də 7x-dir. 21 isə burada da 21 olmalıdır. Cavab olacaq 21. Bunlar belə. Bunlar real imtahanlarda olmuş 23-də və 23, 24, 25-ci illərdə olmuş suallar idi. Seçmişdim. Bir də College Board-un özündə olan 12 dənə sual var. 12 sualı mən seçmişim yəni. Bunlara da baxaq. Infinitely many solution. Biraz əvvəl dediyimiz kimi eyni olmalıydılar. Yəni burada açsaq A x 8a-dır. Sol tərəfdə də 2x-dan 16-dır. Deyirəm ki, bunlar da eyni olmalıdır. Bunlar da eyni olmalıdır. Buradan deyə bilərəm ki, A 2-dir. Buradan da 16 bərabər 8a-ya. Yenə də A-nın 2 olduğunu tapırıq. Cavab olacaq 2. Sonra diğer sualda no solution deyib. Baxıram ki, x-də heç bir şey yoxdur sağ tərəfdə. Bu o demək ki, 0 x-dir. Yəni, b-2-nin qiyməti 0 olmalıdır. Bu da o demək ki, b2-dir. Həqiqətən, b-ni yerinə 2 qoyanda 0 vur x bərabər 8 alırıq. Burada da ki, x-in yerinə nə qoyuruqsa var, yenə deyirəm, 8 ala bilmərik. Çünki sol tərəf hər zaman 0 olacaq. Yəni, no solution formasını tapır. B2 olsa. How many solution? Yenə də bunları bir-bir vuraram. Olacaq 150x minus 90. Sağ tərəfdə də yenə bunları vursam minus 90 ilə plus 150x olacaq. Baxıram ki, bunlar eyni equationlardır. Demək ki, bunlar üçün sonsuz sayda eyni cavab var. Yəni, number of solution olacaq infinitely many. Cavab C variantı. Sonra yenə no solution olduğunu deyir. Biz deyirik ki, x-in qabağındakılar eyni olmalıdır. Yəni, 3kx dəyər 39 bərabərdir 48 bölü 17x dəyər 36-dan. Bunlar fərqli olmalıdır. Ki, onsuz da 39 və 36 fərqlidirlər. Və bunlar eyni olmalıdır. Yəni, 3 vur k bərabər olmalıdır 48 bölüsün 17. 3-ə simplify eləsək, 3-ə bölsək hər tərəfi olacaq. 16 bölü 17. Cavab oldu 16 bölü 17. Və yaxşı olar ki, cavabı elə kəsr şəklində də qeyd edəsiniz. Növbəti sual infinitely many solution olmasını. A və B-nin qiymətlərinin fərqli qiymətlər verib. Burada artıq bir kərə biz yazıb yoxlayalım. Daha sürətli olsun deyə mən tərcih edərəm ki, məsələn, mənfi 2x var. Sol tərəfdə də mənfi 2x ala biləcəyim bir şey olsun. Yəni, A vurulsun mənfi x, mənfi 2x olmalıdır. O zaman A olacaq 2. Bunlar getdi. Yəni, mənfi AX var idi, sağ tərəfdə də mənfi 2X var idi. Bunların bərabər olması üçün, AX mənfi AX ilə mənfi 2X alacaq 2. A-nın 2 olduğunu tapırıq. Ya cavab A ya da B-dir. Digər hissə isə 3 vur A, bir də AB var. Bir də minus B var. A vurulsun 3. 3A-dır buradan. Bir də minus B var burada. Bu da bərabər olmalıdır minus 1-ə. Biz tapdıq ki, A-mızın qiyməti 2-dir. Yerinə qoysaq
6 minus B mənfi 1 olacaq. B demək ki 7'dir. Cavab olacaq B variantı. Yəni deyirəm, infinitely many solution olması üçün sol və sağ tərəf ikisi də eyni olmalıydılar. Üstünə və suala. Has no solution, yenə biraz əvvəlki kimi. Bunları vururam. 2kx minus 2n mənfi 18 bölü 15x minus 36 bölü 19'dur. Bunların bərabərliyi önemlidir burada. 2k'nı bərabər edir mənfi 18 bölünsün 15'ə. 2'yə bölsək olacaq mənfi 9 bölünsün 15. Bizə də bu lazım idi. Növbəti sual. How many solution? 12x minus 36. Sağ tərəfdə minus 3x minus 36 var. Baxın ki, bunların fərqli olduğunu görürəm. X-lı isə fərqlidirsə, onsuz da burada bir dənə cavab çıxır demişdik. Əgər eyni olsaydı artıq ya no solution ya da infinitely many solution forması ola bilərdi. No solution deyir yenə. Baxıram ki, burada mənfi 3 dər 21p mənfi 3 dər 21p x bərabər 84'dür. Bayaq dediyimiz kimi, burada x-də hiçbir şey olmadığına görə demək ki, 0 bu x tipində bir şey var. Yəni 0 oldu bu hissə. Və yaxud da düşünə bilərik ki, bura gərək 0 olsun ki, 0 vur x bərabər 84 da, yəni no solution forması. Axı biz burada bu formada olsa x-in yerinə nə qoyursa qoyaraq, sol tərəf 0 olacaq, yəni 84 olmayacaq. Biz də deyəcək ki, x-in yerinə elə bir qiymət yaza bilmərik ki, bərabərlik olsun. Yəni, mənfi 3 dər 21p-nin 0-a bərabər olduğunu lazımdır bizə. Bu da 21p-nin 3-ə bərabər olduğunu, yəni p-nin 3 bölü 21, o da 7 olduğunu deyir. Cavab olacaq B variantı. X-in qabağındakı hissələr bir-birindən fərqlidir. Artıq direkt seçə bilərik. Bir dənə cavabı var bunun. Həqiqətən də x-in yerinə sadəcə 0 qoysaq bərabərlik olur. Eyni sual. X-in yerinə 0 qoysaq ancaq bərabərliyi düzgün ola bilər. Və biz bunu sərgilədik. Düzdür. Bu bir balaca fərqlidir. Çünki burada eyni oldular. Biraz əvvəlkində bir daha istəyirsə baxaq. Burada x-ların qabağındakılar fərqlidirlər. One solution deyə bilərik. Amma burada eyni olduqları üçün bunun iki halı var. Ya no solution olar, ya da infinitely many solution. Bu halda da baxıram ki, constant hissəsi yoxdur. Yəni sıfırdır. O demək ki, ikisində də eynidir. Bu da infinitely many solution olduğunu göstərir bizə. Yəni biz burada x-in yerinə qoyuruqsa və eyni şey çıxır. Həqiqətən də 66'ya bölə bilərik hər tərəfi. X bərabər x çıxması, bu demək ki, x-in yerinə nə yazırıqsa hər iki tərəfdə də eyni şey çıxarır. Yəni bərabərlik düzgün olacaq həmçinin. Bu dəfə no solution olduğunu deyir. No solution must be true. Deməli, yenə açıram bunu. Belə bir şey olur. 9x plus 5 bərabər ax plus a vur b olur. Bunların bərabərliyi, bunların da bərabər olmaması lazımdır. 9 a-ya bərabər olmalıdır. 5 bərabər olmamalıdır a vur b-yə. A-nın qiyməti 9-dursa, demək ki, 9b bərabər deyil 5-ə. Bu da demək ki, b bərabər deyil 5 bölünsün 9-a. B 5 bölü 9-a bərabər deyil, A da 9-a bərabər. Yəni, birinci variantı seçə bilərik. İkinci variantda B 5 ola bilər. Üçüncü variantda da B 5 bölü 9 deyil. 1 və 3'ü götürəcəyik cavab olaraq. Çünki bizə deyib ki, must be true, mütləq. Yəni, düzgün, həmişə düzgün olan variant 1 və 3 olacaq. Cavab D variantı. Növbəti suala keçək. Burada da biraz əvvəl elədiyimiz kimi, istəsəz A-nın yerinə qiymətləri yazıb dəsm üstə yoxlaya bilərsiniz. Ya da 4x plus 12 verib, sağ tərəfdə də ax bölü 2-dir və
3A bölünsün 2'dir. Yəni, bunlar bərabər olmalıdır. Bunlar bərabər olmalıdır. Integralin solution deyib. Nədir? Eyni olmalıdır. Demək, 4A bölünsün 2-yə bərabərdir. Demək, A bərabərdir 8-ə. Bunu direkt yaza da bilərik. Ya da diğer halda yoxlayarıq. Yəni, 12 bərabərdir. 3A bölünsün 2 deyərik. Yenə A-nı buradan 8 tapacaq. Cavab olacaq C variantı. Məncə kifayət qədər sual da işlədik. Deyirəm ki, mövzunu və suallarda başa düşdünüz. Necə işləmək lazımdırsa. Sağ olun.